İmerqaz kombiniz 0-3 xətası və 11 xətası verir. Onda diqqətlə videonun sona qədər izlə. İmerqaz kombisində 0-3 xəta kodu verirdi. Yaxınlaşdıq və bu xəta kodunu birbaşa verirdi. Və biz ilk olaraq fan motoru yoxlamaq qərarına gəldik. Fan motoru gördüyünüz kimi ATVK ilə yoxlayırıq və fan motor işə düşür. Fan motor işə düşür və çox işləmədən dayanır. Zakrit olur. Bu isə yanında olan hava datçikidir. Gördünüz, fan motor zakrit oldu. Deməli, fan motor belə zakrit olduqda adətən fan motor sökülüb, ilk öncə yuyulur, təmizlənir və ondan sonra problem aradan qalxmırsa, fan motor dəyişilməli olur. Yəni adətən yanma kamerası və fan motorun çirklənməsi buna səbəb ola bilir. Həmçinin müştərimiz balkonu təmir elətdirdikdə kombi sökülüb və yenidən yerinə yığılıb. Yığan usta isə bacanı düzgün qoymayıb. Kombilərdə, ümumiyyətlə hermetik kombilərdə baca ağzı yuxarı yox, nisbətən ağzı aşağı olmalıdır. Bu problem də aradan qaldırılmalıdır. Gördüyünüz kimi 11 xətasına düşdü. Yəni eyni xətadır. Və biz fan motoru söküb yoxladıq, düzəlmədi. O yüzden fan motor dəyişilməli oldu. Kombilərinizdə, İmerqaz kombisində 0-3 və 11 xətası sadəcə anakart deyil. Bu fan motor və hava datçiki çirklənmədən də ola bilər.